Gəncənin Fikrət Əmirov parkında yaşıllıq qətliamı. 12 iri gövdəli ağac kəsildi. Gəncə şəhərində yerləşən Fikrət Əmirov parkında iri gövdəli ağacların kəsildiyini əks etdirən görüntülər qeydə alınıb. 32 gün nöqtə aza daxil olan görüntü və məlumatlara görə parkın əsas giriş hissəsində, daxili ərazilərində və hər iki tərəfində ümumilikdə 12 sağlam və yaşıl ağac mişarla kəsilib. Həmin ərazi şəhərin ən böyük istirahət güşələrindən biridir. Qeyd edək ki, Gəncə şəhərindəki Fikrət Əmirov adına park birbaşa Gəncə şəhər icra hakimiyyəti balansında və nəzarətində olub. Təmizlik və abadlıq işləri Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən idarə olunur. Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Rəşad Sahiloğlu İsmayılovdur. Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovdur. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyət zonasına daxildir və bu idarənin rəisi Azər Quliyevdir. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Gəncə şəhərində yerləşir və Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy rayonları ilə Naftalan şəhərini əhatə edir.